Salam müəllimlər, axşamınız xeyir olsun. Mən bu gün miqves sertifikasiya bağça imtahanına hazırlaşan müəllimlər üçün mövzu 11, yəni məktəbəqədər təhsil pilləsində yaş səviyyələri üzrə keçirilən məşğələlər və həftəlik miqdarı, növbəti yaş qrupları və inkişaf sahələri üzrə məzmun standartlarından danışacağam. Mövzularımız çox maraqlı və yadda qalandı. Vaxt itirmədən keçid eləyək izahlarımıza. Demək, məktəbəqədər təhsil pilləsində yaş səviyyələri üzrə keçirilən məşğələlərin həftəlik miqdarı aşağıdakı kimi müəyyən olunmuşdur. Demək, körpələr qrupu 1-2 yaşlı uşaqlar üçün 4 məşğələ müəyyən olunubdur. Yəni, qeyd olunur burada 4 dənə məşğələ, 1-ci, 2-ci, 3-cü və 4-cü məşğələ. Demək, burada hansı məşğələlərdən söhbət gedir? Ətraf mühitlə tanışlıq və nitq inkişafı. Baxın, ətraf mühit ilə. Demək, birinci kiçik qrupda və ikinci kiçik qrupda ətraf mühit qeyd olunur. Çünki burada kiçik anlayışdır. Ətraf mühit, yəni uşağın əhatəsində olan bir mühit. Axı birinci kiçik qrup, ikinci kiçik qrup uşaqlarına ətraf aləm deyə bilmərik. Çünki ətraf aləm daha geniş anlayışdır. Bütün əhatəsində olan bütün ətraf haqqında məlumat əldə edir. Amma mühit daha kiçik anlayışdır. Yəni hər hansı otağı nəzərdə tuta bilər ki, otaq haqqında bir məlumat, yəni otaqdakı obyektlər haqqında bir məlumat, müəyyən əşyalar haqqında bir məlumat əldə edə bilər. Mühit anlayışı kiçikdir deyə birinci və ikinci kiçik qruplarda məşğələnin adı olur ətraf mühit ilə tanışlıq və nitq inkişafı. Həftəlik miqdarı, yəni 2 saat nəzərdə tutulubdur. Daha sonra hərəkətlərin inkişafı, o da 2 saat nəzərdə tutulubdur. Hərəkətlərin inkişafı, yəni bizim bildiyimiz fiziki mədəniyyəti deyir, amma burada hərəkətlərin inkişafıdır. Məhz uşağın hərəkətlərinin inkişafına yönəlibdir. Daha sonra sensor tərbiyə, burada da oyuncaqlarla, didaktik materiallarla, oyuncaq tikinti materiallarla bir növ belə deyək də, riyaziyyat kimi adlandıra bilərik də, yəni bu tikinti materiallar var. Yəni düşündürməyə vadar edən, onu hər cəhətdən inkişaf etdirən, belə deyək, bir məşğələdir. Növbəti isə musiqidir. Yəni birinci kiçik qrupda 4 məşğələdir. Ətraf mühitlə tanışlıq və nitq inkişafı, hərəkətlərin inkişafı, sensor tərbiyə və musiqi. Və məşğələrin həftəlik miqdarı da ətraf mühitdə 2-dir, hərəkətlərin inkişafında 2-dir, sensor tərbiyədə 1-dir, musiqidə 1-dir, cəmi 6 saatdır. Demək, körpələr qrupunda, yəni birinci kiçik qrupda 4 məşğələ var, həftəlik miqdarı 6 saatdır. Yəni 6 saat həftəlik birinci kiçik qrupda məşğələ keçirilir və onların da saatları qeyd olunub qarşılarında. Mənə elə gəlir bu hissə aydındır. Keçirik növbəti hissəyə. Gəlirik, yəni ikinci kiçik qrupa. Baxın, ikinci kiçik qrupda nə fərq olur? Demək, bir dənə məşğələ ətraf mühitlə tanışlıq və nitq inkişafı birinci kiçik qrupdan eynilik təşkil edir. İkinci, hərəkətlərin inkişafı birinci kiçik qrupdan eynilik təşkil edir. Sensor tərbiyə birinci qrupdan eynilik təşkil edir. Musiqi birinci qrupdan eynilik təşkil edir. Amma təsviri fəaliyyəti isə əlavə olunan bir məşğələdir ki, yəni birinci kiçik qrupdan ikinci kiçik qrupun fərqi bir dənə təsvir fəaliyyətin olmasıdır. Bura 1 saat təsvir fəaliyyət məşğələsi əlavə olunur. Həftəlik miqdardakı ətraf mühitlə tanışlıq və nitq inkişafı 2 saatdır. Hərəkətlərin inkişafı 2 saatdır. Sensor tərbiyə 1 saatdır. Musiqi 2 saatdır. Təsviri fəaliyyəti isə 1 saatdır. Yəni burada bir dənə əlavə olunan nə oldu? Bir dənə əlavə olunan təsviri fəaliyyətdir. O da həftəlik miqdar olaraq 8 saat nəzərdə tutur. Yəni, ikinci kiçik qrupda dərslərin, yəni məşğələlərin həftəlik miqdarı 8 saatdır. Baxın bir dənə. Birinci kiçik qrup, ikinci kiçik qrup. Necə gəldi? Ardıcıl şəkildə gəldi. Bir dənə, yəni burada musiqidə fərq oldu. Baxın, burada musiqidə 1 saat idi. Burada musiqidə 2 saatdır. Demək, 1 saat buradan əlavə olundu. 1 saat da təsvir fəaliyyətdən əlavə olundu. Ona görə həftəlik 8 saat oldu. Amma burada həftəlik 6 saat idi. Demək, musiqi burada artdı. Yəni, ikinci kiçik qrupda artdı. Amma adlar eynilik təşkil edir. 4 dənə məşğələ eyni oldu. İkinci kiçik qrupda da bir dənə təsviri fəaliyyət gəldi. Yeni olan təsviri fəaliyyət oldu. Mənə elə gəlir ki, aydındır, çətin deyil.
Gəlirik orta və böyük qrupa. Baxın, orta və böyük qrupda bütün məşğələlər eynidir. Demək, birincisi, ətraf aləmlə tanışlıq və nitq inkişafı. Demək, mən dedim ki, sizə birinci və ikinci kiçik qruplarda ətraf mühitlə tanışlıq və nitq inkişafı idi. Yəni, ətraf mühit anlayışı kiçik idi, çünki buradalar kiçik qruplardır. Amma burada isə ətraf aləmlə tanışlıq və nitq inkişafıdır. Burada artıq aləm anlayışı gəlir. Yəni, orta qrupdur. Onlar daha geniş anlayışla tanış olurlar. Ətraf aləmlə tanışlıq və nitq inkişafı həftəlik 2 saat. İkinci, məntiqi və riyazi təfəkkürün inkişafı 1 saat. Digərində nə idi? Yəni, digərində sensor tərbiyə başlığında idi. Amma orta qrupda artıq riyaziyyat məşğələsi gəlir ortaya. Sonra bədii təfəkkürün inkişafı yeni bir məşğələdir, 1 saat. Fiziki mədəniyyət 2 saat var idi birinci kiçik qrupda, ikinci kiçik qrupda. Nə idi onun adı? Hərəkətlərin inkişafı. Burada artıq fiziki mədəniyyət məşğələsi gəlir yeni. 5-ci, musiqi 2 saat. Musiqi əvvəldən də var idi. Və təsvir fəaliyyət. Bu da 2 saat. Bu da var idi. Həftəlik miqdar neçə saat olur? 10 saat olur. Bu nəyə aid oldu? Orta qrupa. Eyni ilə böyük qrupda da 10 saatdır və eyni məşğələlərdir. Böyük qrupdan orta qrupun məşğələ adları və həftəlik dərs saatı eynidir. Baxın. Baxın, saatına qədər eynidir. Saatına qədər eynidir. Orta qrupda ətraf aləmi tanışlıq və nitq inkişafı 2 saat. Burada da böyük qrupda 2 saat. Sonra məntiq və riyazi təfəkkürün inkişafı 1 saat. Burada da məntiq və riyazi təfəkkürün inkişafı 1 saat. Bədii təfəkkürün inkişafı 1 saat. Burada da bədii təfəkkürün inkişafı 1 saat. Fiziki mədəniyyət 2 saat. Fiziki mədəniyyət 2 saat. Musiqi 2 saat. Musiqi 2 saat. Təsviri fəaliyyət 2 saat. Təsviri fəaliyyət 2 saat. Həftəlik neçə oldu? 10 oldu. Burada da neçə oldu? 10 oldu. Nədir bu? Orta qrup və böyük qrupda məşğələlərin adları da, sayları da, həftəlik miqdarları da nə oldu? Eyni oldu. Burada isə yeni anlayışlar gəldi. Ətraf aləmlə tanışlıq və nitq inkişafı. Amma birinci, ikinci kiçik qrupda ətraf mühitlə tanışlıq və nitq inkişafı idi. Daha sonra hansı yeni anlayış oldu? Fiziki mədəniyyət. Fiziki mədəniyyət orta qrupdan başladı. Amma digərlərində nə idi? Hərəkətlərin inkişafı idi. Sonra məntiqi və riyazi təfəkkürün inkişafı hardan başladı? Orta qrupdan başladı. Bədii təfəkkürün inkişafı orta qrupdan başladı. Daha sonra musiqi təsviri fəaliyyət, bəli, var idi. Musiqidə təsviri fəaliyyəti ikinci kiçik qrupda var idi. Amma təsviri fəaliyyət birinci kiçik qrupda yox idi. Təsviri fəaliyyət harda? Yeni əlavə olundu. İkinci kiçik qrupda əlavə olundu. Baxın, qayıdaq bir dənə arxaya. Baxın, ikinci kiçik qrupa. Burada nə əlavə olunubdur? Təsviri fəaliyyət əlavə olunub. Amma burada təsviri fəaliyyət yoxdur. Musiqidə bitir. Davam edirik. Davam edirik hara? Məktəbə hazırlıq qrupuna. Baxın, məktəbə hazırlıq qrupunda isə artıq yeni anlayışlar var. Ətraf aləmlə tanışlıq və nitq inkişafı. Baxın, burada ətraf aləmlə tanışlıq və nitq inkişafı yox. Ətraf aləmlə tanışlıqdır. Artıq nitq inkişafı kəlməsini buradan götürüblər. Daha sonra məntiqi və riyazi təfəkkürün inkişafı, bədii təfəkkürün inkişafı eyni anlayışlardır digər qruplardan. Burada yeni bir anlayış, yeni bir məşğələ gəlir. Savad təliminə hazırlıq və nitq inkişafı. Yəni, bu ətraf aləmlə tanışlıq və nitq inkişafı cümləsini oradan kəsib yapışdırırıq hara? Savad təliminin arxasına. Olur savad təliminə hazırlıq və nitq inkişafı. Artıq nitqin inkişafı savad təlimi məşğələsindən bərabər aparılır. Amma savad təlimi olmadığına görə əvvəl ətraf aləmlə bir yerdə uşaqların nitqini inkişaf elətdirirdilər. Daha sonra fiziki mədəniyyət, musiqi, təsviri fəaliyyət. Burada əlavə olunanlar hansı oldu? Əlavə olunanlar, demək və çıxarılanlar ətraf aləmlə tanışlıq və nitq inkişafında nitq inkişafı sözü çıxarılır, olur ətraf aləmlə tanışlıq, bir də savad təlimi gəlir, qalan məşğələlər eynilik təşkil edir və məşğələlərin həftəlik miqdarı olur 12 saat və 7 dənə də məşğələ olur. Bir də qaydaq, demək, birinci kiçik qrupda 4 məşğələ keçirilir, həftəlik miqdarı 6 saat. İkinci kiçik qrupda
ikinci kiçik qrupda 5 məşğələ keçirilir, həftəlik miqdar 8 saat. Daha sonra orta qrupda 6 məşğələ keçirilir, həftəlik miqdar 10 saat. Böyük qrupdan orta qrup eynidir. Böyük qrupda da 6 məşğələ keçirilir, həftəlik miqdar 10 saat. Məktəbə hazırlıqda 7 məşğələ keçirilir, həftəlik miqdarı 12 saat. 1 saat, 2 saat, 1 saat, 2, 2, 2, 2. Onlar yəni toplamda 12-dir. Mənə elə gəlir ki, bunlar sizin üçün aydın olar. Keçirik bunlardan bağlı qısa məlumatlara. Demək, məşğələlərin müddəti 1-2 yaşlı uşaqlarda 10 dəqiqədir, 2-3 yaşlı uşaqlarda 15 dəqiqədir, orta qrupda 20 dəqiqədir, böyük qrupda 25 dəqiqədir, məktəbə hazırlıqda isə 30 dəqiqə məşğələ keçirilir. Məşğələlər arası müddət, yəni fasilə 10 dəqiqədir. Gərginlik tələb edən belə deyək, məşğələlərdə məşğələlər arası fasilə var ki, bu da 10 dəqiqə təşkil edir. Daha sonra məşğələ arası fasilə 10 dəqiqədir. Gərginlik tələb edən, idman dəqiqəsi keçirilir. Daha sonra birinci və ikinci kiçik qruplarda məşğələlər yarım qrupla keçirilir. Əgər 2 məşğələ varsa, biri səhər olur, biri günorta olur. Yəni biri günün birinci yarısı, digəri isə günün ikinci yarısı təşkil olunur. Yay fəslində bir məşğələ keçirilir. Əgər 6 günlük bağçalar varsa, onlarda isə şənbə günləri məşğələ keçirilmir. Yəni burada oyun, əmək, gəzinti, yəni bu tipli fəaliyyətlər təşkil olunur. Daha sonra gəlirik standartlara. Burada isə bilməli olduğunuz nələrdir? Siz bilməlisiniz ki, standartlar bütün yaş qrupları üçün eyni, az standartlar isə hər yaş qruplarına müvafiq olaraq dəyişir. Yəni, biz bilirik ki, inkişaf sahələri dəyişməzdir, əsas standartlar əsasən dəyişməzdir, az standartlar isə hər yaş qrupuna görə dəyişir. Bir də hər bir standart bilik və fəaliyyətdən ibarətdir. Bilik odur ki, biz uşağa bilik veririk, yəni məzmunu veririk, fəaliyyət isə artıq onu tətbiq edir. Yəni suallarda bəzən qarşınıza çıxa bilər, məsələn, hər hansı bir standart verilə bilər, nəqli cümlədirsə, yəni onun hələ xəbəri yoxdursa, bu olur onun nəzəri hissəsi, yəni bilik hissəsi. Əgər burada uşaq məsələn deyək, məsələn, 3 dairəsində riyazi əməliyyatlar. 3 dairəsində riyazi əməliyyatlar. Bu bilik hissəsidir. Yəni riyazi əməliyyatlar. Artıq mən desəm ki, 3 dairəsində riyazi əməliyyatları yerinə yetirir, bu olacaq fəaliyyət hissəsi. Artıq bu nəzəriyyəni uşaq tətbiq edir. Bu fəaliyyətdir. Amma 3 dairəsində riyazi əməliyyatlar bir dənə cümlədir, hələ bitməyib, hələ bunun xəbəri yoxdur. Bu bilikdir. Bilik yəni nəzəriyyəni bilir. Əgər 3 dairəsində riyazi əməliyyatları tətbiq edir və ya icra edir və ya yerinə yetirir cümləsi varsa, söhbət fəaliyyətdən gedir, yəni tətbiq edir. Bilik və fəaliyyət bu deməkdir. Testlərdə olar ki, qarşınıza çıxar. Daha sonra elə bir ciddi bir cümlə yoxdur. Yəni siz bilin ki, məzmun standartları bilik hissəsində təcrübədə tədqiq olunaraq bacarığa çevrilməsini təmin edir. Yəni uşaq bilir, daha sonra isə onu tətbiq edir. Məktəbəqədər kurikulum inteqrativ, yəni xarakter daşıyır. İnteqrativ odur ki, yəni bir-birinə inteqrasiya edir, əlaqəlidir də. Yəni bu proqram bir-birindən əlaqəlidir. Daha sonra yəni varislik prinsipi burada gözlənilir. Yəni bizim qrup uşaqları kiçikdən başlayır, orta, böyük, məktəbə hazırlıq, sonra 1-ci sinif. Yəni bu formada ardıcıllıqla qurulur. Daha sonra nəticə yönümlülük proqramı əsasında, yəni didaktik burada qeyd olunubdur ki, nəticə yönümlülük məktəbəqədər təhsil proqramının hazırlanmasında nəzərə alınan mühüm didaktik prinsipdir. Onu niyə qeyd edirlər?
Yəni hər şey öncədən planlaşdırılır burada. Yəni nəticəyönümlülük vacibdir. Biz nəyisə burada qeyd edən zamanı əvvəlcədən planlaşdırırıq ki, görəsən uşaqlar bunu hansı səviyyədə qavrayacaq? Ümumiyyətlə qavraya biləcəkmi? Biz bunların artıq nəticəsini əvvəlcədən planlaşdırırıq. Biz adi bir məşğələni keçən zamanı öncədən bizə nəticələr məlum olur. Bilirik ki, biz məşğələnin sonunda hansı nəticələr əldə edəcəyik. Yəni biz proqramın sonunda əldə etdiyimiz nəticələri öncədən görə bilirik. Yəni nəticəyönümlülük bu deməkdir. Kurikulumda məhz elə bunları əvvəlcədən görüb, nəzərdə tutub və bunu tətbiq edir. Yəni bu proqramın hazırlanmasında nəzərə alınan didaktik prinsiplərdən biri də nəticəyönümlülükdür və kurikulum inteqrativ xarakter daşıyır. Bunu da unutmayın. Daha sonra bilməli olduğunuz məqamlardan biri də odur ki, məzmun standartları uşağın bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi olmaqla ümumi təlim nəticələrini reallaşdırır. Başqa da elə bir ciddi bir hissə yoxdur. Mən düşünürəm ki, hər şey aydın oldu. Əgər hər hansı qaranlıq qalan məqam olsa, şərh bölməsinə yazıb soruşmağı unutmayın. Sağ olun, özünüzə yaxşı baxın.